Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün mən Salə müəllimə ilə birlikdə 2-ci sinif Azərbaycan dili 1-ci isə səhifə 71-ə baxacağıq. Gəlin tapşırıqlarla tanış olaq. Tapşırıq B-də nə deyir bizə? Deyir, zooparkda olan qadağa işarələrini ifadə etdiyi mənaları ilə uyğunlaşdırın. Baxaq görək. Əlinizi qəfəsdən içəri salmayın. Biz deməli buna hansı cavab uyğundur? Əlbəttə ki, B bəndi. Yüksək səslə danışmayın. Götürəcəyik C bəndini. Vəhşi heyvanlardan uzaq durun. Götürəcəyik A bəndini. Yerə zibil atmayın. Bu zaman isə D bəndindəki şəkli seçəcəyik. Və 5 axırıncıya onsuz da nə qaldı uşaqlar? C bəndi qaldı da istifadə edilməmiş. Həm də ki, icazə olmadan heyvanlara yemək verməyin şəklinə uyğundur. Əmr cümləsi nədir uşaqlar? Əmr cümləsi əmr, xahiş, məsləhət və sair bildirir. Məsələn, mən deyirəm ki, uşaqlar dərsə tələsməyin, dərsə gecikməyin. Bu nədir uşaqlar? Əmr cümləsidir. Bir də var, mən deyirəm ki, uşaqlar dərsə gecikirdilər. Bu artıq nəqli cümlədir. Yəni bir-birinə qatmayın, yaxşımı? Hər ikisinin sonunda nöqtə qoyulur. Nəqli cümlənin də, əmr cümlənin də. Amma deyiliş qaydasına fikir versəz tapacaqsınız. Məsələn, tapşırıq C-yə baxın. Deyir, cümlələri oxuyun, uşaqlara məsləhət verin. Nümunəyə baxaq. Səidə parkdakı çiçəkləri dərdi. Bu artıq nəqli cümlədir. Amma Səidə çiçəklərə əl vurma deyirsə, artıq bu nədir uşaqlar? Əmr cümləsidir. İndi ondan nümunədən istifadə edərək yəni tapşırıqlara baxaq. Tapşırıqları da sizin üçün yazmışam, rahat olsun deyə. Uşaqlar meşədə ocaq yandırdılar. Biz necə deyəcəyik? Tapşırıq C-yə fikir verin uşaqlar. Deyəcəyik, uşaqlar meşədə ocaq yandırmayın. Əmr cümləsi kimi. 2-yə baxaq. Aysel dərsə gecikir. Aysel dərsə gecikmə. Rauf çantasını və kitablarını yerə atdı. Rauf çantanı və kitablarını yerə atma. 4-ə baxaq. Fərid pişiyin quyruğunu dartdı. Fərid pişiyin quyruğunu dartma. Biz bunların 4-ünü də əmr cümləsi kimi dedik. Tapşırıq C-də isə bizdən nə istəyirdir? Zooparkda davranış qaydalarından nümunə kimi istifadə edərək teatrda davranış qaydaları tərtib edin. Uşaqlar şəkillərə baxın. Şəkillərdə biri telefonla danışır. Biri söhbət eləyir, ikinci şəkildə qəşəng-qəşəng. O birisi də dondurma yeyir. Hamı da ona baxır, görürsüz? Deməli, uşaqlar nə etməliyik? Biz özümüzdən cümlələr tərtib etməliyik davranış qaydaları haqqında. Mən nümunə kimi yazmışam. İndi siz də istəsəz bunlardan istifadə edib yazarsınız, istəsəz dəyişdirərsiniz, ürəyiniz necə istəyir. Gəlin baxaq. 1. Teatrda ucadan danışmaq olmaz. Bax, fikir versəz birinci şəkildə oğlan telefonla danışır. Tamaşa zamanı yerindən durmaq olmaz. Teatrda telefonla danışmaq olmaz. Eyni zamanda tamaşa zamanı yemək yemək olmaz. Tamaşaçılar sakit oturmalı və başqalarına mane olmamalıdır. Siz istəsəz uşaqlar cümlələri dəyişdirib başqa cümlələrdə yəni qrup yaza bilərsiniz. Fərqi yoxdur. Yəni nümunə kimi mən bunu yazmışam. Oldu uşaqlar, izləmədə qalın, kanalı bəyənməyi, abunə olmağı unutmayın ki, davamlı gəlsin. Hələlik.